dost qazanmaq, dost saxlamaq, dost qalmaq bir dəyərdir. Onu hər adam bacarmır. Belə insanlar üçün, yəni milyonerdir, milyarderdir, gecə-gündüz milyonlarla pul qazanır, amma pulu hədəfə çevirib vasitəyə yox. Belə adamlar üçün yaxın dost anlayışı falan yoxdur. Dəyər anlayışı yoxdur ümumiyyətlə. Onların yeganə dəyəri həyatda puldur və salam. Ancaq onlar həzz alırlar. Ancaq gözləri onu görür. Və belə adamlar niyə görə depressiyadadırlar? Bir çox səbəbləri var. Bir səbəbi də budur. Bunlar pulu itirməkdən qorxurlar. Pulu itirməkdən qorxurlar. Sual, necə itirməkdən? Yəni kimsə gəlib pulu əllərindən alacaq. Bəli, bir qorxu odur. Amma ikinci bir qorxu da var. Bu lap dəhşətdir. Ölüm qorxusu. Bunlar deyirlər ki, öləndə pul çıxacaq əldən. Bunlar ölümü ona görə ölümə nifrət edirlər ki, ölüm bunların ən böyük sevgilisini, yəni pulunu əlindən alacaq. Bu dəhşətdir. Mən bunları müşahidə eləmişəm yaxından.